Salam əziz şagirdlər, bu günləri biz yeni test toplusundan birinci hissədən qabarıq çoxbucaqlı və qabarıq çoxbucaqlının daxili və xarici bucaqlarının cəmi mövzusunun testlərini işləyirik. Baxaq birinci suala. Daxili bucaqlarının cəmi 1440 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Daxili bucaqlarının cəmi 180 vurulsun n çıxılsın 2. Bu bərabərdir 1440-a. Hər tərəfdən sıfırları silsək, n çıxaq 2 bərabərdir 8-ə, n bərabərdir 10-a. Tərəflərinin sayını istəyir bizdən 10 dənə C bəndi. İkinci sual. Yenə də eynidir. Daxili bucaqlarının cəmi 1620-dir. 180 vurulsun, n çıxılsın 2 bərabərdir 1620-yə. Sıfırları aparsaq, n çıxılsın 2 bərabərdir 162-ni 18-ə bölürük. Buradan n çıxaq 2 bərabərdir 9-a, n də bərabərdir 11-ə. 3. Perimetri 30 cm olan düzgün altı bucağlının böyük diaqonalını tapın. Biz bilirik ki, düzgün altı bucaqlı, ümumiyyətlə düzgün fiqur deyirsə, deməli onun bütün tərəfləri və bütün bucaqları bərabərdir. Perimetri 30-dursa, 6A bərabərdir 30-a, buradan A bərabərdir 5-ə. Düzgün altı bucağının böyük diaqonalı tərəfin 2 misli, kiçik diaqonalı isə tərəfin kök altında 3 mislinə bərabərdir. Bizdən böyük diaqonalını istəyir. Deməli, böyük diaqonal tərəfin 2 misli olduğundan cavab olacaq 10 B bəndi. Dördüncü sual. Perimetri 36 olan düzgün altı bucağının kiçik diaqonalını tapın. 6A bərabərdir 36-ya, A bərabərdir 6. Kiçik diaqonal bərabərdir 6 kök altında 3 A bəndi. Böyük diaqonalı 4 cm olan düzgün altı bucağının perimetrini tapın. Demək ki 2A bərabərdir 4-dür. Buradan A bərabərdir 2-dir. Tərəf 2-dir. Bizdən istədiyi perimetrdir. Perimetr də bərabərdir 12 A bəndi. 6-cı sual. Kiçik diaqonalı 3 kök altında 3-dür. Demək ki, A kök altında 3 bərabərdir 3 kök altında 3-ə. Tərəf 3-ə bərabərdir. Perimetr də 18 olacaq C bəndi. 7-ci sual. Bir təpədən çıxan diaqonallarının sayı 17 olan düzgün qabarıq çoxbucaqlının daxili bucağını tapın. Yəni, burada söhbət bir daxili bucaqdan gedir. Bir təpədən çıxan diaqonalların sayı n çıx 3-dür. N çıx 3 bərabər 17-dir. N bərabər 20-dir. Deməli, həmin çoxbucaqlı 20 bucaqlıdır. Daxili bucağını istəyir bizdən. Bir daxili bucağı 180 vurulsun, n çıxılsın 2 bölünsün n-dir. Yəni, 180 vuraq 18 bölək 20. Bunlar ixtisar gedəcək 9 qalacaq. Cavab da eləyəcək 162 B bəndi. 8-ci sual. Bir təpəsindən çıxan diaqonallarının sayı 16 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. N çıxaq 3 bərabər 16-dır. Buradan da n bərabərdir 9-dur. Düzgün 12 bucaqlının bir daxili bucağını tapın. 180 vurulsun, n çıxılsın 2 bölünsün n bərabərdir 180 vuraq. 12 çıx 2 10 bölünsün 12. 12 ilə 180 aparanda 15 qalır. 15-i də 10-a 150 edir. A bəndi. 10-cu sual. Düzgün 8 bucaqlının bir daxili bucağını tapın. Yenə də 180 vuraq 8 çıxaq 2 6 bölünsün 8. Buradan 3 deməli 2 aparsaq 4 aparsaq burada 2 qalar. Burada 45 qalar. 2 ilə də 6-nı aparsaq 3 edər. 135 B bəndi. 11-ci sual. Eyni bir çevrənin xaricinə çəkilmiş düzgün 6 bucaqlının, 7 bucaqlının və 8 bucaqlının uyğun tərəfləri A6, A7 və A8 olarsa, bu tərəflərin uzunluqlarını müqayisə edin. Burada təsəvvür edin ki, bizim bir çevrəmiz var və eyni bir çevrədən söhbət gedir. Həmin çevrənin daxilində həm 6 bucaqlı, həm 7, həm də 8 bucaqlılar çəkilməlidir və düzgün, yəni bütün tərəfləri bərabər. Məntiqlə düşünsək, dərk eləyə bilərik ki, əgər bucaqların sayı çoxalırsa, deməli tərəf mümkün qədər kiçilməlidir. Bizdən də tərəfinin uzunluğu istəyir ki, müqayisə edək. O zaman belə çıxır ki, ən kiçik 8 bucaqlının tərəfi olacaq. A8 kiçikdir A7-dən, o da kiçikdir A6. Cavabımız olur, deməli D bəndi. 12-ci sual. Diaqramda ABCDY 5 bucaqlısının
4 daxili bucağının dərəcə ölçüsü verilmişdir. Digər daxili bucağını tapın. Əvvəl 5-nin də cəmini tapmaq lazımdır. 180 vurulsun, 5 çıxılsın 2. Bu edəcək 540. Deməli, daxili bucaqlarının cəmi 540 dərəcədir. 4'ü verilibdir. 5-cini tapmaq üçün ümumi cəmdən 4 dənənin cəmini çıxmaq lazımdır. A bucağı 80-dir, topla. B bucağı 110. C bucağı 90. D bucağı da 140. 110 ilə 90-ın cəmi 200. 80 ilə 140-ın da cəmi 220. Bu etdi 420. İndi 540-dan 420-ni çıxmaq lazımdır. 0, 2, 1. 120 dərəcə cavab olacaq D bəndi. 13-cü sual eyni tipdə bir sualdır. 14-ə baxaq. ABCD'yi düzgün 5 bucaqlısında BD 7'dir. Deməli, bir düzgün 5 bucaqlı çəkək. Bütün tərəfləri və bucaqları bərabər olsun. Adlandıraq A, B, C, D, Y. Tərəflərinə X deyək, hər bir tərəfinə. Və bütün bucaqlarının cəmi 540 dərəcədir. Düzgün 5 bucaqlı olduğundan hər bucağını tapmaq üçün 540'ı bölürük 5'ə. Bu dedir bir dəfə 108. Demək, hər bucağı 108 dərəcədir. Qeyd edək üstündə. Aha. İndi bizə deyir ki, BD 7'dir. BD onun diaqonalıdır. Özü kiçik diaqonalıdır. Kiçik diaqonalı 7'yə bərabərdir. Bizdən istədiyi AC diaqonalı ilə AD diaqonalının cəmidir. Həmin diaqonalları çəkək. Fərqli rənglə çəkək. Deməli, AC diaqonalı və AD diaqonalı. Bunun cəmini istəyir bizdən. Baxaq görək nə etmək olar. Deməli, əvvəl baxaq B, D, C üçbucağına. Yan tərəfləri bərabər olduğundan, demək bu bərabər yanlı üçbucaqdır. Təpə bucağı 108'dirsə, oturacağı bitişik bucaqları 180'dən 108 çıxırıq. 72 2'yə bölürük 36'dır. 36, burada 36. Düzdürmü? Aha. İndi baxın, B bucağı bütövlükdə 108 idi. 36 əgər buradsa, o zaman bura olacaq 108'dən 36'nı çıxırıq. 2, 72 dərəcə. Sonra, əgər biz baxsaq A, B, C üçbucağına, onun da təpə bucağı 108 dərəcədir. O zaman oturacaqdakı bucaqları 36, 36 olacaq. Sonra, bu A, C, D üçbucağına baxsaq əgər, burada deməli 108 var, 36 var. Bu bucağı tapmaq üçün, baxın, bu əvvəla bunu tapa bilərəm, 36, 36. Demək ki, bura edəcək 72, bura olacaq 108 dərəcə. Deməli, bu bucaqda 108'dir. Onda yenə buradakı bucaqlara qalacaq 36, 36. İstənilən halda bucaqlarla işləyəndə biz görürük ki, burada yaranan üç bucaqların bütün bucaqları bir-birinə bərabər olur. O zaman belə çıxır ki, elə AC diaqonalı ilə AD diaqonalı da BD diaqonalına bərabərdir. Yəni, hər biri 7 cm. 7 üstə gəl 7, cəmlər də eləyəcək 14, Y bəndi. 15-ci sual. Düzgün 12 bucaqlının simmetriya oxlarının sayı qabarıq 8 bucaqlının diaqonallarının sayının neçə faizidir? Yadda saxlayın ki, uşaqlar, düzgün fiqurun təpə nöqtələrinin sayı nə qədərdirsə, simmetriya oxlarının da sayı o qədərdir. Məsələn, kvadrat 4 təpəsi var, 4 bucağı, 4 tərəfi var, simmetriya oxunun da sayı 4'dür. Və yaxud da bərabər tərəfli üç bucağın 3 təpəsi, 3 tərəfi, 3 bucağı var, simmetriya oxlarının da sayı 3'dür. Yəni, düzgün fiqurların simmetriya oxlarının sayı onun elə tərəflərinin sayına bərabərdir. O zaman 12 bucaqlının simmetriya oxlarının sayı 12 ədəddir. Və bir də deyir ki, qabarıq 8 bucaqlının diaqonallarının sayı. Diaqonalların sayı deyəndə əlbəttə burada bütün diaqonallarının sayını nəzərdə tutur. 8 vurulsun
8 çıxaq 3 bölünsün 2. Bu da edəcək 8 vuraq 5 bölək 2 20. Deməli diaqonalların sayı da 20-dir. İndi bizdən istədiyi nədir? Simmetriya oxları sayının diaqonallar sayının neçə faizi olduğunu. Yəni 12 bölünsün 20 vurulsun 100. Bunlar ixtisar getdi 5 qaldı. Cavab da etdi 60% B bəndi. 16-cı şəklə bax. Şəkildə bir tərəfləri ortaq olan düzgün 5 bucaqlı və düzgün 6 bucaqlı verilmişdir. Düzgün 6 bucaqlıdırsa, deməli bunun hər bucağı 144 dərəcədir. Daha doğrusu 120 dərəcə. Ümumi 720 dərəcədir. 6-ya böldükdə edir 120 dərəcə. Demək hər bucağı 120 dərəcədir bunun. 120, x da 120'dir, bu bucaq da 120'dir. 5 bucaqlının isə bütün bucaqlarının cəmi 540 dərəcədir. Düzgün 5 bucaqlı olduğundan demək ki, bütün bucaqları bir-birinə bərabərdir. O zaman biz 540'ı bölürük 5'ə, edir 108 dərəcə. Deməli, hər bucaq 108'dir. Yəni, burada Z-də 108'dir, qalan digərlərdə 108'dir, burada 108'dir. X-i tapdıq ki, 120'dir, Y-i hələ bilmirik. Z-i də bildik ki, 108'dir. Bəs Y-i necə tapaq? Baxın, biz bunu tam bucağa tamamlasaq 360 dərəcə olmalıdır. Deməli, 120'nin, 108'in və Y-in cəmi 360 dərəcəyə bərabərdir. Buradan Y üstə gəlsin. 228 bərabərdir 360 dərəcə. Y bərabərdir 360 çıxılsın 228. Y bərabərdir 2, 5'dən 2, 3, 1, 132 dərəcə. Demək, Y 132'dir, X 120'dir, Z də 108'dir. Bizdən istədiyi X topla Y. Bunların ikisinin cəmi edir 252, çıx Z, çıxılsın 108. Demək, 4, 4, 1, 144 dərəcə cavab oldu C bəndi. 17-ci sual. Düzgün 5 bucaqlının bir təpəsindən çıxan iki diaqonalı arasındakı bucağı tapın. Əvvəl düzgün 5 bucaqlı çəkək. Səliqəli olmasa da hər bucağı 108 dərəcədir. Bizdən istədiyi iki diaqonalı arasındakı bucaqdır. Bir bu diaqonalını çəkir. Bir də bu. Onsuz da düzgün 5 bucaqlının bir təpəsindən iki diaqonalı çıxır. Demək, baxırıq bu bucağa. Əgər bura 108 dərəcədirsə, düzgün 5 bucaqlı olduğundan bunun bütün tərəfləri bir-birinə bərabərdir. Onda buradakı üç bucaq bərabər yanlıdır. Oturacaqdakı bucaqları ikisinə 72 dərəcə düşür. Hər biri olur 36 dərəcə. Eyni qaydanı buradakı üç bucağa da tətbiq etsək, bura 108 dərəcədir. Oturacaqdakı bucaqlar 36'dır, 36'dır. İndi baxın təpə bucağa. Axı təpə bucaq bütövlükdə 108 dərəcə olmalıdır. O zaman 36, 36, 72, 108'dən 72'ni çıxarıq. Demək 6, 36, burada olar 36 dərəcə. 18. Düzgün 6 bucağının böyük diaqonalı uzunluğu 4 cm-dir. D böyük bərabərdir 4'ə. Onun bütün diaqonallarının uzunluqları cəmini tapın. Böyük diaqonalı 4-dürsə, deməli tərəfi 2'dir. Onda kiçik diaqonalı 2 kök altında 3'dür. Düzgün 6 bucaqlı çəkək birinci. Deməli, uşaqlar, bu onun böyük diaqonalıdır. Bu da kiçik diaqonalıdır. Böyük diaqonalı oldu 4, kiçik diaqonalı isə 2 kök altında 3. Adlandıraq A, B, C, D, Y, F düzgün 6 bucaqlısı. İndi diqqətlə baxırıq nəyə? Deməli, C təpəsindən normalda 3 dənə diaqonal çıxmalıdır. Çünki 6 bucaqlıdırsa biz bilirik ki, bir təpədən çıxan diaqonallarının sayı n çıxılsın 3'dür. Deməli, bunun digər diaqonalı da elə CA diaqonalıdır. İndi yan tərəf 2, 2'dirsə, bu üç bucaqda bərabər yanlı üç bucaq olduğundan və təpə də 120 dərəcə olduğundan, axı düzgün 6 bucağının hər bir daxili bucağı 120 dərəcədir. Bilirik ki, bərabər yanlı üç bucaqda 120 dərəcəli bucaq qarşısındakı tərəf yan tərəfin kök altında 3 mislidir. Deməli, burada 2 kök altında 3'dür. Aha. İndi baxın diqqətlə. C təpəsindən 3 dənə diaqonal çıxdı və həmin diaqonalların cəmi 4 üstəgəl 4 kök altında 3 eləyir. Yəni hər bir diaqonalı toplasam
Edir 4 üstə gəl 4 kök altında 3. İndi axı bu 6 bucağının 6 dənə təpəsi var. Deməli hər təpədən də elə bu qədər diaqonallar çıxır. O zaman biz 4 üstə gəl 4 kök altında 3'ü vururuq 6'ya. Ümumi diaqonalların cəmini tapmaq üçün, amma bölürük 2'yə. Niyə görə 2'yə bölürük? Çünki orada təkrar diaqonallar gedir. Baxın diqqətlə. Mən C təpəsindən 3 diaqonal çəkdim. İndi A təpəsindən götürüb çəksəydim, axı A'dan çıxartdığımın biri elə AC diaqonal olacaqdı. Düzdürmü? Və yaxud da F təpəsindən çıxan diaqonalları çəkəndə elə F-dən çıxartdığımın biri FC diaqonalı olacaqdı. Yəni orada təkrarlanan diaqonallar var. Ona görə də 2'yə bölürük. 2 ilə 6 ixtisar gedir. 3 qalır. Cavab olur 12 üstə gəl 12 kök altında 3. Toplananların yerini dəyirsək 12 kök altında 3 üstə gəlsin 12. Cavabımız olacaq C bəndi. 19-cu sual. Qabarıq 15 bucaqlının daxili bucaqlarından ən çoxu neçəsi iti bucaqdır? Biz təxmini bir qabarıq 15 bucaqlının bir hissəsini çəkək. Tutaq ki, bir hissəsi bu formadadır. Və bir daxili bucağına alfa deyək. Ona uyğun qonşu bucağa, yəni xarici bucağa da beta deyək. Deyək ki, qabarıq 15 bucağının daxili bucaqlarından ən çoxu neçəsi iti bucaqdır. Deməli, mən alfaya əgər daxili bucaq deyirəmsə, verilən şərtə görə alfa kiçik olmalıdır 90 dərəcədən. İndi alfa 90-dan kiçikdirsə, mütləq buna qonşu olan beta xarici bucağı 90-dan böyük olacaq. Çünki baxın diqqətlə. Məsəl üçün mən alfaya demişəm, fərz eləyək 80 dərəcə. O zaman cəmləri 180 dərəcə olmalıdır deyə beta olacaq 100 dərəcə. Görürsünüzmü? 90-dan böyükdür. Deməli, daxili bucağın 90-dan kiçik olmaq o deməkdir ki, həmin bucağa qonşu olan xarici bucaq 90 dərəcədən böyük olmalıdır. İndi əslində bizdən istədiyi nədir? Deyir, daxili bucaqlarının ən çoxu neçəsi iti bucaqdır. Onda belə düşünək də, daxili bucaqların ən çoxunun neçəsinin iti bucaq olmağı elə əslində sual bu istiqamətdə qoyula bilər. Xarici bucaqlarının neçəsi kör bucaq ola bilər ən çoxu? Düzdürmü? Yəni eyni şeydir. Çünki daxili itidirsə, o zaman xaricdəki bucaq qonşu kör bucaq olmalıdır. Sualı dəyişdirib bu formada qoyaq. Qabarıq 15 bucağının xarici bucaqlarının ən çoxu neçəsi kör bucaqdır? İndi baxın. Demək, mən bir bucağa beta demişəm və həmin bucaq 90-dan böyükdür. İndi təsəvvür edin ki, bu şəkildə bizim 2 dənə belə bir betamız var. Yəni bu şərti ödəyən 90-dan böyük 2 dənə betamız var. O zaman həmin o 2 xarici bucağın cəmi olacaq 180-dən böyük. Düzdürmü? 2 beta böyük olacaq 180-dən. Bu da ola bilər. Niyə görə? Biz bilirik ki, hansı növ çox bucaqlı olursa olsun, onun xarici bucaqlarının cəmi 360-dır. Yəni 2 dənəsi 180-dən böyük ola bilər. Əgər 3 dənəsi olsa, 3 beta böyük olacaq 90-ın çövrəndə 270-dən. Bu da ola bilər. Amma 4 dənə beta olsa, o zaman 4 beta böyükdür 360 dərəcədən. 15 bucağının 4 dənə xarici bucağının cəmi axı necə 360-dan böyük olsun? Onun 15-nin də cəmi 360-a tamamlanmalıdır. Deməli bu 4 dənə mümkün deyil. Maksimum 3 dənəsi xaricdəkilər kör bucaq ola bilər. Buna uyğun sualı qaytarıb əvvəlki formasını salsaq, deməli 15 bucağının maksimum 3 dənə daxili bucağı iti bucaq ola bilər. Cavab olacaq D bəndi. 20. Perimetri 156 və daxili bucaqlarının cəmi 1800 olan düzgün çox bucaqlının tərəfinin uzunluğunu tapın. Deməli 180 vurulsun n çıxılsın 2. 1800-ə bərabərdir. N çıxaq 2. 10'dur. Buradan n bərabər 12'dir. Perimetri 156'dır və düzgün çox bucaqlıdırsa, deməli bütün tərəfləri bir-birinə bərabərdir. 156-nı böləcəyik 12'yə. Bir dəfə demək 36 qalacaq orada, 36'da da 12 3 dəfə olacaq 13. 21-ci sual. Hər bir xarici bucağı 30 dərəcə olan hər bir xarici bucaq deyirsə, deməli 360 dərəcə bölünsün n bərabərdir 30'a. Buradan n bərabərdir 30 n bərabərdir 360 dərəcə, n də bərabərdir sıfırları silsək n də bərabərdir 12. Çoxbucaqlının bir təpəsindən çıxan diaqonallarının sayını tapın. Bir təpədən çıxan diaqonalların sayı n çıxaq 3'dür. 12 çıxaq 3 cavab eləyəcək 9.
Deməli, burada oldu 13 idi, səhv eləmirəmsə 13. Burada da oldu 9. 22-ci sual. Hər bir xarici bucağı 20 dərəcə. Demək, 360 bölünsün n bərabərdir 20-yə, 20 n bərabərdir 360-a, n bərabərdir 18-ə. Düzgün çoxbucaqlının bir təpəsindən çıxan diaqonallarının sayını tapın. 18 çıxaq 3 bərabərdir 12. 23-cü sual. Daxili bucağı xarici bucağından 5 dəfə böyük olan düzgün çoxbucaqlının neçə tərəfi var? Daxili bucaq 180 vurulsun n çıxılsın 2 bölünsün n. Xarici bucağından 5 dəfə böyükdür. Bərabərdir 5 vurulsun 360 bölünsün n. Hər iki tərəfdən n-ləri ixtisar edək. 180-ə 360 ixtisar edək. N çıxılsın 2 bərabərdir. Deməli, 10-a n də bərabərdir 12-yə. Düzgün çoxbucaqlının deyir neçə dənə tərəfi var? 12 dənə tərəfi var. 24-cü sual. Eyni tipdə sualda sadəcə 8 dəfə böyük deyir burada. 25-ə baxaq. Qabarıq 5 bucaqlının daxili bucaqlarının ikisi düzdür. Deməli, 2 dənəsi 90-90-dır. Daha sonra qalanları 2, 3, 4 nisbətindədir. Üçüncüsü 2K, dördüncüsü 3K və beşincisi də 4K-dır. Ən kiçik daxili bucağını tapın. Bilirik ki, qabarıq 5 bucaqlının bütün daxili bucaqlarının cəmi 540 dərəcədir. 540-dan əvvəl 180 çıxırıq. 540-dan 180 çıxanda edəcək 360. Deməli, 9K bərabərdir 360-a. Buradan K bərabərdir 40-a. Yəni, bizdən istədiyi ən kiçiyidir. İkisi 90-90 idi. Üçüncü olacaq 80. Bu birisi 120. Bu da 160. Ən kiçiyi də 80 dərəcə. 26-cı sual. Qabarıq 6 bucaqlının daxili bucaqlarının 3-ü 140, 150, 160-dır. Deməli, bu 3 dənənin toplamı 300, 450-dir. 450 üstə gəlsin 2K, 3K, 4K, bu da etdi 9K. Bərabərdir 720-yə. 9K bərabərdir 720-dən 450-nə çıxırıq. 0, 7, 270. Buradan da K bərabərdir 30-a. K 30-dur. 2-yə vuranda 60 eləyir, 3-ə 90, 4-ə də 120. Ən kiçik bucağı istəyir. Ən kiçik bucaq 60 dərəcədir. 27-ci sual. Diaqonallarının sayı 20 olan qabarıq çoxbucaqlının bir təpəsindən çıxan diaqonallarının sayını tapın. Demək, bütün diaqonallarının sayı n vuraq n çıxaq 3 bölünsün 2 bərabər 20-dir. N vurulsun n çıxılsın 3 bərabərdir 40-dır. Həll etmədən şifahi olaraq elə n 8 tapmaq olar. Deməli, həmin fiqur 8 bucaqlıdır. Bir təpədən çıxan diaqonallarının sayı 8 çıxılsın 3 bərabərdir 5-ə. 27-ci sual 5. 28. Diaqonallarının sayı 14 olan qabarıq çoxbucaqlının yenə də deyir ki, bir təpəsindən çıxan diaqonallarının sayını tapın. N vurulsun, n çıxılsın 3 bölünsün 2 bərabər 14-ə. Buradan n vuraq, n çıxaq 3 bərabərdir 28-ə. N bərabərdir 7-dir. Deməli, 7 bucaqlıdır. Bir təpəsindən çıxan diaqonallarının sayı 7 çıxaq 3 bərabərdir 4 olacaq. 29. 6 bucaqlının daxili bucaqları ədədi silsilə əmələ gətirir və ən kiçik bucağı 70 dərəcə olarsa, böyük bucağının dərəcə ölçüsünü tapın. Ədədi silsilə əmələ gətirirsə, biz bunları nömrələyək. A1, A2, 6 dənə bucağı olduğundan A3, A4, A5 və A6. Deyir ki, ən kiçik bucağı 70-dir. Deməli, birinci həddimiz A1 bərabərdir 70 dərəcə. Böyük bucağının dərəcə ölçüsünü tapın. A6 bərabərdir sual. Və bilirik ki, hamısının cəmi 720 dərəcə olmalıdır. Hamısının da cəmi ədədi silsiləyə görə S6-nı verir bizə. Yəni, ilk 6 həddinin cəmi S6 bərabərdir. A1 üstə gəlsin AM bölünsün 2 vurulsun N'dir. Burada da N6 olmalıdır. Deməli, S6 bərabərdir. A1 üstə gəlsin A6 bölünsün 2 vurulsun 6 bərabərdir. İlk 6 həddin cəmi, yəni bütün bucaqlarının belə deyək cəmi 720 dərəcədir. Hər tərəfi 6-ya bölsək, A1 üstə gəlsin A6 bərabərdir. Bölünsün 2 bərabərdir 120-yə. A1 bizdə 70-dir. 70 üstə gəlsin A6 bərabərdir 240-a. Buradan A6 da bərabərdir 170-ə. Cavabımız olacaq 170 dərəcə. Maraqlı sual idi. 30-da
Qabarıq çoxbucaqlılar üçün uyğunluğu müəyyən edin. Variantlara baxırıq, hamısında diaqonalları verilib. Bir təpədən deyil, ümumi diaqonallarını sayıb. 5 bucaqlını istəyirsə bizdən, olacaq 5 vuraq 2 bölünsün 2. Bu elə edəcək 5. Deməli 5 dənə diaqonalı var C bəndi. 7 bucaqlıda 7 vurulsun 4 bölünsün 2. 14 diaqonalı var A bəndi. 9 bucaqlı isə 9 vurulsun 9 çıxaq 3. Yəni 6 bölünsün 2. 54, 54 2 böləndə 27. 27 diaqonalı var Y bəndi. 31-ci sual. Qabarıq çoxbucaqlılar üçün uyğunluğu müəyyən edin. Yenə də eyni tip sualdır. 6 bucaqlıdırsa 6 vurulsun 3 bölünsün 2 9. 9 dənə diaqonalı var. 8 bucaqlıda 8 vurulsun 8 çıxaq 3. Yəni 5 bölək 2. Edəcək 20 A. Və 10 bucaqlı 10 vurulsun 7 bölünsün 2. 35. Bu da oldu B. 32-ci sual. Düzgün en bucaqlı üçün uyğunluğu müəyyən edin. En 4-dürsə, həm daxili bucaqlarının cəmini tapmaq lazımdır, həm də bir daxili bucağını. 180 vurulsun 4 çıxaq 2, yəni 2. Bu eləyəcək 360. Deməli, bütün daxili bucaqlarının cəmi 360 dərəcədir. C bəndi. Bir daxili bucağını tapsaq 4-ə bölməliyik, eləyər 90 dərəcə. Buna da uyğundur Y bəndi. Deməli, 1 C'yi. İkincisində 180 vurulsun 7 çıxılsın 2 5. Bu da edər 900. Deməli, bütün daxili bucaqlarının cəmi 900 dərəcədir. D bəndi. Bir daxili bucağını tapmaq üçün 7-yə bölülərik. 900 7-yə tam bölünməyəcək. Deməli, buna uyğun olan yoxdur. Üçüncüsü isə 8 bucaqlıdır. 180 vurulsun 8 çıxılsın 2. Deməli, 6. Bu da bərabərdir. 0, 8, 1080 oldu A. İndi bunu da bölək 8-ə ki, görək bir daxili bucağı nə qədərdir? Onun içərisində bir dəfədir. Sonra 28-in içərisində 3 dəfədir. 24, 40-ın da içində 5 dəfədir. 135 dərəcə. Deməli, həm də B bəndi uyğun gələcək. 33-cü sual. Eyni tipdə bir sualdır. 34-ə baxaq. Elə bu da ona bənzər bir sualdır. Düzgün çoxbucaqlılar üçün uyğunluğu müəyyən edin. Daxili bucaqlarının cəmi 1980-ə bərabərdir. Deməli, 180 vurulsun, n çıxılsın 2 bərabərdir. 1980, sıfırlar getsə, n çıxılsın 2 bərabərdir 11-ə. Deməli, n bərabərdir 13-ə. 13 dənə tərəfi var. Buna uyğun yoxdur. İndi gəlin diaqonallarının sayını tapaq. 13 vuraq, 13 çıxaq 3, 10 bölünsün 2, 5, 7, 65. Deməli, 65 dənə diaqonalı var. A bəndi. İkincidə xarici bucağı daxili bucağından 3 dəfə kiçikdir. Xarici bucaq daxili bucaqdan 3 dəfə kiçiksə, deməli, daxili bucaq xarici bucaqdan 3 dəfə böyükdür. 180 vurulsun, n çıxılsın 2 bölünsün, n bərabərdir. 3 vurulsun, 360 bölünsün, n. N'lər ixtisar getdi, 180-dən 360 getdi, 2 qaldı. N çıxılsın 2 bərabərdir, 6-ya buradan n bərabərdir 8-ə. Tərəflərinin sayı 8-dir, buna uyğun variantı yoxdur. Diaqonallarının sayını tapaq. 8 vuraq, 8 çıxaq 3, 5 bölək 2. Bu da elədi 20. Diaqonallarının sayı 20-dir. C bəndi və nəhayət üçüncü. Bir daxili bucağı 150 dərəcəyə bərabərdir. Yəni 180 vuraq, n çıxılsın 2 bölünsün, n bərabərdir 150. 180 vuraq, n çıxaq 2 bərabər 150, n. Sıfırlar getdi. Hər tərəfi 3-ə bölsək, 6 vurulsun, n çıxılsın 2 bərabərdir 5-ə. 6n çıx 12 bərabərdir 5-ə. Buradan n bərabərdir 12-yə. 12 dənə tərəfi var. Y bəndi. İndi bütün diaqonallarının sayını tapaq. 12 vuraq, 12 çıxaq 3, yəni 9 bölək 2. Bu da etdi 54. Diaqonallarının sayı 54. Demək, B bəndi də uyğundur. 35-ci suala baxaq. Düzgün en bucaqlı üçün cədvəldən M, P, K, L cəmini tapın. Bir xarici bucaqlı 30 dərəcədir. Deməli, 360 bölünsün n bərabərdir 30-a. Buradan 30 n bərabərdir 360-a, n bərabərdir 12-yə. Bura 12-dir. Diaqonallarının sayı, yəni bütün diaqonallarının sayı nəzərdə tutulur. 12 vurulsun 9 bölünsün. Deməli, 2 bu 54-dür. P 54.
Keçdik aşağıdakı sətrə. Bir xarici bucağı 60 dərəcədir. 360 bölünsün n bərabərdir 60-a. Buradan n 6-dır. Deməli, bura olacaq 6. İndi diagonallarının sayı 6 vurulsun 3 bölünsün 2. Bu da 9-dur. Toplasaq hamısının cəmini istəyirdi bizdən. Deməli, 54 ilə 6-nın cəmi 60, 12 ilə də 9-un cəmi 21. 60 ilə də 21-i toplayanda baxaq görək, düz hesabladıq mı? Hə, yox, burada mən üzr istəyirəm. Məndən bir təpədən çıxan diagonalların sayını istəyirdi bu sütunda. Mən amma elə tərəflərin sayını qoydum. Deməli, birincidə 12 almışdım. 12 çıxaq, bura 12 çıxılsın 3. 9'dur, burada 6 çıxılsın 3. 6'dan 3 çıxanda 3'dür. İndi toplayaq. Deməli, 9 ilə 3, 12, 54 ilə də 9'u toplayanda 3, 63, 63 ilə də 12'ni toplayanda 75. Cavabımız oldu 75. 36-cı sual eyni tipdə sualdır. 37'yə baxaq biz. 37 maraqlı sualdır. Kiçik diagonalı 12 kök altında 3 olan A, B, C, D, Y, F düzgün altıbucaqlısının A təpəsindən CF diagonalına qədər olan məsafəni tapın. Birinci düzgün altıbucaqlını çəkək. Adlandıraq. A, B, C, D, Y, F. Kiçik diagonalı 12 kök altında 3'dür. Gəlin kiçik diagonalını çəkək. B-dən F-ə qədər olan diagonalımız 12 kök altında 3'dür. O zaman biz bilirik ki bizim tərəfimiz olacaq 12. Çünki hər bucağımız 120 dərəcədir. Düzgün altı bucaqlıdır. 120 dərəcəli bucaq qarşısındakı tərəf yan tərəfin kök altında 3 mislidir deyə. Yan tərəf artıq 12'dir. Ümumiyyətlə, altı bucaqlının bütün tərəfləri 12'dir. Bunu artıq silək, bu bizə lazım deyil. İndi görək bizə nə deyir? Bunu da silək, artıq bu diagonalı. Bizə deyir ki, A təpəsindən CF diagonalına qədər olan məsafəni tapın. İndi baxın, biz CF diagonalı çəkməliyik. Səliqəli çəkək. Deməli, CF diagonalı və A təpəsindən CF diagonalına qədər olan məsafəni tapmalıyıq. Məsafə deyirsə, mütləq bura bir perpendikulyarı indirməliyik. Burada deyək AH. Yəni, bizdən istədiyi AH məsafəsidir. AH bərabərdir suala. Axı, bizim altı bucağımızın bütün tərəfləri 12'dir. Hər tərəfinə 12 qeyd eləyək. İndi baxın, görün mən nə edəcəm. Mən istəyirəm bunu başqa yolla da eləmək olar, amma mən trapeziya ilə eləyəcəm. Baxıram, deməli, F, A, B, C trapeziyasına. Siz də fikir verin. F, A, B, C trapeziyası. Bu, bərabər yanlı trapeziyadır. Çünki yan tərəfləri bir-birinə bərabərdir. Görürsünüzmü? Və AB üstə oturacağı ilə də CF alt oturacağı paraleldir. O zaman mən B təpəsindən CF-ə bir dənə perpendikulyarı indirirəm. Bu da olsun BK perpendikulyarı. İndi AB məsafəsi əgər 12-dirsə, o zaman HK məsafəsi də olacaq 12. Düzdürmü? Digər tərəfdən CF altıbucaqlının böyük diagonalıdır. Biz də bilirik ki, böyük diagonal tərəfin 2 mislinə bərabərdir. Deməli, CF ümumilikdə, baxın, CF ümumilikdə 24'dür. Bu 24'ün əgər 12'si H-dan K-yə qədər düşübsə, biz bərabər yanlı trapeziyada belə bir qayda geçmişik ki, kör bucaq təpəsindən hər iki hündürlüyü çəkdikdə, oturacaqda 3 hissə yaranır. Kənardakı 2 hissə bir-birinə bərabər olur. Bu yalnız bərabər yanlı trapeziyadadır. Deməli, bu kənar hissələrin cəminə 12 qalır. Hər birinə 6 düşür. 6 bura, 6 da bura. İndi baxın. Burada bir düz bucaqlı üç bucağı görə bilirsiniz. Bura 90'dırsa, fikir verin. Burada 90'dır, düzdürmü? Hipotenüs 12'dir, katetin 1,6'dır. Deməli, bu bucaq 30 dərəcəymiş ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenüsün yarısı olubdur. O zaman bura 60 dərəcə olur. 60 dərəcəli bucaq qarşısındakı katetdə digər katetin kök altında 3 mislidir. Deməli, burada 6 kök altında 3'dür. Bizdən də elə istədiyi AH
məsafəsi idi. AH da bərabərdir 6 kök altında 3-ə. Bütün testlərin izahını verdik. İnşallah ki, siz üçün də faydalı oldu. Növbəti izahlarda görüşənədək.